Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. En tusalli ala Muhammed ve ali Muhammed ve accil faracahum. Qolma şeytanın şerrinden Allah'a sığınıram. Rahman Rahim olan Allah'ın adıyla Allah'ın salam ve salavatı olsun. Peygamber ve onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi kanaldan izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Tədris metodu, tədris fənləri dərsində, yəni dərs deməyən yolları tələbə tanımaq dərsində. Kitab səhifə 8, 9-cu video çəkiliş, bugün 24 sentyabr 2025-ci il. Öyrənmək qanunları. Yəni insan bir şeysə öyrənsin, onun yolları var. Yaxşıdır. Burada bir neçə dəsən qeyd edilib, harasa 6 dəsən qeyd edilib. Mən əlavə isə qeyd edəcəm. Əlavə deyəcəm, onu yazarsınız. Sizə o lazım olacaq. Ki sizə özünüz öyrənmək istəyəndə o sizə lazım olacaq və ya dərs deyən tələbələrinizin zehnində qalsın deyə hansı yolları var. Yəni insan bunu bilsin ki, sonra öyrənə bilsin. Əvvəl zehnimizi düzəldirik, sonra öyrənməyə başlayırıq. Hazırlıq qanunu. Bu qanuna əsasən elm öyrənən tələbə cismin, ağlın, hissi və zehni baxımından kifayət qədər geniş inkişaf etmiş olmalıdır ki, elmdə müəyyən qədər öyrənə bilsin. Yəni, yuxu varsa səndə, oxuma, yadda qalmayacaq. Və yaxud da bədən yorğunluğu varsa, çox işləmirsən, bədən çöküb. Bunda da eləmə. Məsələn, əsəbdir, insan özündə deyil. Bu halda yuxu halıdır, sonra yuxudur, sonra bədən yorğunluğudur, sonra həddindən artıq əsəbi olmaqlıq. Bunlar olur kitabı oxuyansa yadda qalmayacaq. Öz beynini boşalt. Beynini çalış idarə elə. İnsan nə qədər özünü idarə eləyə bilsə, o həyatında olacaq müstəqil qərar qəbul edən şəxs. İkinci təsir qanunu. Bu hansı yollandır? Təkrarlamaqlıqla. Sən təsir qoysun. İnsanlar bəyənilən və nəzərə tutduqları təcrübələri qəbul edib, sevirlərini təkrarlasınlar. Buradan böyük təsir var ki, elm öyrənənlərin razılığına səbəb olan məsələ onların dərsi başa düşüb anlamalarıdır. Çünki dərsi öyrənmək onun birbaşa sevincinə səbəb olmasından əlavə müəllim, sinif yoldaşları və ailə üzvlərinin də təşviq və təqdiri yanaşıdır. Yəni, onun yaxınlar bunu dəstəkləsinlər, alqışlasınlar, həvəsləndirsinlər. Biz bəzən əksin görürük. Məsələn, ailədə müəllim olsun və tələbə olsun, bütün ailə düşür bunun üstünə. Eləmə, onu eləmə, bu olmaz, olmaz. Yaxşı, nə olar bə? Şərait yarat, sonra nəsə tələb elə. Heç şərait yaratmırsan, ancaq tələb edirsən. Bu olmaz axı. Təsir üçün gələk kənardan da insanların nə olsun, həvəslənməsi olsun ki, həvəsləndə insan artıq istər-istəməz o dərsi yenidən oxuyub və təkrarlamaqlıqla zehnində qalır. Üçüncü yol tapşırıq. Müəllim tapşırıq verir, ya tələbə özünə tapşırıq verir, öz-özünə. Təbii ki, burada müəyyən bir şərtlər var. Tapşırığın da həddi var. Tələbənin zehnin, işin, gücün, səhhətin nəzərə almalıdır müəllim. Və ya tələbə özü-özünə tapşırırsa, istər özü tapşırıq eləsin. Bunlara həmçinin gələ tələbə bu şagird öz vaxtının səhhəti nəzərə alsın ki, həddindən artıq özünü yükləməsin. Üçüncü xeyir nə oldu? Tapşırıq. Tapşırıq qeyd etməkliklə o yadda qalır. Dördüncü öncəlik qanunu. Nə deməkdir bu? İlkin dərs insanın zehnində daha çox qalır. Yəni, birinci dərs ki var, mən həmişə demişəm tələbələrə, müəllimlərə ki, birinci dərs daha çox fürsətdir, tələbəyə təsir qoyarsan.
Sabah siz də hər hansı bir fakültədə, fəndə, istər dini, qeyri-dini sahədən dərs keçəndə əsas birinci dərsdir. Özü yaxşı məlumat göstərməklədir. Həm münasibət qurmaq, həm əl hərəkətləri, həm səs, həm bədən hərəkətləri, həm izah etmə yolları. Yəni sən o yarım saat ərzində elə özü göstərməlisən ki, tələbə səndən getməsin. Ki, mən dərsində oldum, bezdim, yoruldum, izah eləyə bilmir, nə danışır, anlamırıq, dərin danışır, nə ilə başqa söhbətlərlə mənlik deyil. Dərs əladır, sadəcə müəllim özünü göstərə bilmədi. Həmin səbəbdən ilkin təhsil ilində müəllim şagirdlərə düzgün rəftar eləməlidir və məntiqli şəkildə davranmalıdır orada. Çünki bu müddətdə şagirdlər yuxarı siniflərə gedir, yeni dərslərə tanışlıqla malik olmur, hələ ki birinci dərsi heç məlumatı yoxdur. Sən bu danışmalısan ki, o həmsə yaxşı mənada bəyənsin ki, maşallah əla, super müəllimdir, savadı da var, qəşəng izah edir, səmimidir, məsələn, hamı sualına cavab verir və dərsə danışır ki, mən sanki hər şey bildim. Çox loru dillə izah edir və s. və s. Bu şərtdir müəllim boynunda o məsələdə. 5-ci, şiddətlik qanunu. Bu nədir? Maraqlı və cazibəli hadisə insanın yaddaş və zehnində böyük təsiri var. Məsələn, müəllim bir hadisə danışsın, əhvalatlar. Mən danışmışam sizə, əvvəlki dərsliklərdə təbliğ dərsini demişəm və keçən illər bizim dərsimiz var idi, məclis dərsi, məclis, yasda necə idarə etmək lazımdır. Hər hansı minbərimizdə burada danışmışım, demişim və kim deyirsə qeyd eləsin yenə təkrar. Danışan səbəb olmalıdır mövzun. Mövzun olanda mövzuya dair ayə, hədis, əhvalat, şeir, gülməli bir şey. Bəzən bir açsan qəşəng və təbəssüm eləyəsən. Həm təbliğdə lazım olur təbəssüm, həm də dərs keçəndə. Bəzən kimsə adını çəkirsən, ki, məsələn, filan kəs, buradasan, yoxlamamısan, belə bir şeylər var. Bu müəllim eləməlidir. Ancaq dərs danışsa müəllim, tələbə yorulur, beyin çox yorulur. Bu əhvalatlar nə üçündür? İlk növbədə tələbənin zehni dincəlsin. Devamlı, hamı qəşəng gülür, onun pis bir şey yox, əksin yaxşıdır. Müəllim üçün yaxşıdır. Yəni o zehni təmizləyir, təzədən məsələn bura beyin məlumat yükləyir. Sənin həyatında gül var, ağac var. O sən ki inkişaf eləsin, gəlib onun dibində o ki nədirlər, halaq təmizləmək, otların hamısını qəşəng təmizləyirsən ki, təzədən bu səbəb verirsən. Tələbə anlasın deyə sən nədir şərtin müəllimin? Bunun beyninə istirahət ver. Məsələn, mənim bir tədbir olur, mənim bir yaz seri olur. Məsələn, çıxış eləyəm, məsələn, Fatihəsi 2 saat danışmaq istəyir. Bu olmaz, 20 dəqiqə bəsdir. Və ya toyda çıxış vermək ilahiyyatda, gəlsin bir çıxış eləsində, məsələn, filan kəs müəllim, filan kəs ruhanisi, gəlir bir minbərdə 2 saat danış. Toy deyir bu, orada dindar olmayanlar da var. 10 dəqiqə, 3 dəqiqə açır ayənin hədis, ayənin təfsirini verir. 10 yeri deyir, axı ora. Yaxşı eləyirsən, amma yerində eləmirsən.